Çox sağ olun. Əvvəla bir dəfələrlə belə olub. İsrail başlayıb, ABŞ dəstəkləyib. Biz bunun həmişə şahidi olmuşuq bu formada. İndi bu saat ABŞ-ın addımlarını gözləyirdik. Ancaq ki, ABŞ burada hardasa danışıqlara üstün verdiyi kimi görünür. Və yenə də bu addımı ABŞ atsa, mənə elə gəlir ki, bu birmənalı qəbul edilməyəcək. Ancaq ki, əgər bu ciddi şəkildə İrana hər hansı bir zərbə endirmək məsələsi varsa, mənə elə gəlir ki, hələ birinci başlayacaq İsrail və sonra İsrailin davamını, dəstəyini ABŞ davam edəcək. Bu da mənə elə gəlir ki, belə qələmə veriləcək ki, ABŞ sadəcə İsraili bu məsələdə dəstəkləyib və İrana qarşı belə deyək, öz müttəfiqini dəstəkləmək üçün İrana qarşı bu addımları ataraq hansısa hədəflərə nail olmaq məqsədi daşıyır. İndi Şair müəllim, müdafiədən hücum strategiyasına keçid bəs necə? Sizcə real əməliyyat planı olacaq, yoxsa mümkün zərbələrin qarşısını almaq üçün çəkindirmə bir mexanizmidirmi? Yəni bu necə oxunmalıdır? Prinsip cəhətdən bunlar sadəcə belə deyək, müəyyən bir ifadələrdir. Hər iki tərəf, yəni ABŞ və yaxud İran və İrana hücum etmək istəyən qüvvələr, bunların planları hazırdır. Təbii ki, ABŞ-ın yəni hücum eləmək istəyən tərəf hücum planı var, müdafiə eləmək istəyən tərəf müdafiə planı var. Müdafiə planında hücum elementləri də ola bilər. Ona görə də mən düşünürəm ki, bu ümumi strateji planın belə deyək, hardasa elementləridir. Sadəcə bunu səsləndirməklə bu müəyyən bir şəkildə bugün gündəmdə olan hərbi ritorikanın belə deyək, ifadələridir. Ona görə də İran, daha doğrusu hər iki tərəf göstərmək istəyir ki, biz qəti addımlara belə deyək, hazırıq və bununla bağlı bizim planlarımız var və bizim planlarımız da təxminən bu formada biz nətər deyərlər bunu təqdim eləyirik. Yəni təqdim eləyirik yox, ritorika şəklində təqdim edirik deməkdir. Şair müəllim, bəs İran sizcə birbaşa İsraili vurmaqdan çox proksi qüvvələr və ya regiondakı Birləşmiş Ştatlar bazaları üzərindən cavab verməyə üstünlük verərmi? Belə bir addıma gedərmi, yoxsa danışıqların mı tərəfdarı olacaq? Təbii ki, İran danışıqların tərəfdarı kimi görünür. Ancaq ki, İran həmişə ümumiyyətlə həmişə İran danışıqların tərəfdarı olub. Sadəcə danışıqlar formatı ilə bağlı tələbləri var. Yəni təzyiq olmasın və bu formada bərabərlik şəkildə obyektiv şəraiti qiymətləndirərək məsələləri masa arxasında müzakirə etməyində İran həmişə öz marağını bildirib və bu da aydındır. İş oradadır ki, bu prosesin özündə İrana qarşı güc, belə deyək, mərkəzlərin İrana yaxın aparması və təzyiq göstərməsi, əzələ nümayişi, bunlar prinsip cəhətdən aydındır. Ancaq ki, çəkindirən momentlər də var. Bu çəkindirən momentlər ancaq İranın masa arxasında oturması deyil. Bu çəkindirən momentlər məhz vəziyyətin əgər qaynar fazasına keçsə, hansı formada cərəyan edə biləcək məsələsidir. Çünki burada dominant rolu, lokomotiv rolu ABŞ belə deyək, öz üzərinə götürüb belə olduğu halda ABŞ hansı hədəfləri nail olmaq istəyir? İranı təbii ki, işğal eləyə bilməyəcək. Bu aydındır. Ancaq havadan zərbə endirməklə nəyə nail olacaq? Sabah bu məsələ, bütün müharibələr sülhlə qurtarır. Hardasa bu döyüşlər dayananda ortada nə qalacaq? Bu addımı atmağa, belə deyək, bu qərarı qəbul etmək nə qədər düzgün idi? Və bilirsiniz ki,
əsas məsələ ondadır ki, ABŞ, yəni Amerikada bunu belə qəbul edirlər ki, İran Amerikanın təhlükəsizliyinə heç bir belə deyək təhlükə yaratmır. Bu təhlükə yaranmırsa, ABŞ-da adətən buna birmənalı qarşılamırlar. Ona görə də burada digər tərəfdən biz bilirik ki, yaxın şərqdə olan ölkələr də bunun tərəfində deyil, yəni bu qaynar fazadan çəkindirmək istəyirlər. Türkiye'də həmçinin. Əgər bunların hamısına ABŞ və yaxud İrana hücum etmək istəyən qüvvələr bunlara məhəl qoymasalar, bu proseslər hansı formada cərəyan edəcək? Siz də bundan əvvəl Rusiyanın Çinlə birgə bu məsələdə müəyyən bir şəkildə İrana dəstək olacağı haqqında da fikirlər söylənilirdi. Birləşmiş Ştatları çəkindirmək məqsədidir, yəni diplomatiya masasına gətirmək məqsədi ilə deyilmiş bir ifadədir, yoxsa hücum edəcəyiniz təqdirdə biz də sizin qarşınızda olacağıq deməkdirmi? Hər halda bütün bu proseslər qaynar fazaya keçməsinin qarşısını almaq üçün addımlanır. Yəni bu masa arxasında həll olunmalıdır. Yox, əgər bunlar masa arxasında, yəni bu sözlərə, bu çağırışlara məhəl qoymasa, bundan sonraki addımlar artıq qaynar fazaya keçməsini qərar qəbul edən tərəfin üzərinə düşəcək və cavabdehlik onların üzərinə düşəcək. Çünki İran danışıqlardan belə deyək qaçmır. İran danışıqları imtina etmir. İran sadəcə İranın təhlükəsizliyi ilə bağlı və belə deyək bugün dünyada olan prosesləri nəzərə alaraq masada öz mövqeyini qoyur. Və bugün İranın mövqeyi prinsip cəhətdən heç bir ölkələrin təhlükəsizliyinə təsir edə biləcək şəkildə, təhlükə yarada biləcək şəkildə deyil. Ancaq qaynar fazaya keçsə, bu region hansı formada inkişaf edəcək bu qaynar faza? Bu münaqişə hansı formada böyüyəcək və İran əvvəlcədən deyir ki, bu ancaq İranın problemi olmayacaq. Bu regional bir məsələ olacaq və mən düşünürəm ki, bunu deyən İran da öz planlarında regionla bağlı hansıdırsa təsir mexanizmalarını işə salmasını düşünür. Aydın.